Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve gâlellezi işterâh min Misr li imraatihi ekremi mesvâh. Asa en yenfe'ana. Hz. Yusuf'un cereyanında yeni bir mərhələ başlayır. Hz. Yusuf Kənandan çıxdı, quyuda çıxadıldı, qul olaraq satıldı, Misrə tərəf aparıldı və Misridə bir qul kimin sattılar. İnsan dünyanın gedişatını, dünyadakı olan nemətləri dəyişilmə sistemində görməlidir. Dünya 4 fəsildir. Həmişə yay deyil, qışı da var. Həmişə qış deyil, yayı da var, baharı da var. Görürük Hazreti Yusuf cərəyanında, Hazreti Yusuf Peyğəmbər kimin atası var idi? Hazreti Yaqub Peyğəmbəri, Allahın Peyğəmbəri idi. Amma 11 qardaşı var idi. Bu ailə neməti biləsində yerində var idi. Amma birdən bu əlindən alındı. Tazadan bir Misirdə bir varlı, qudrətli, nemət o naz içində yaşayırdı. Birdən yine bu əlindən alındı, zindana düşdü. Düzdür, Hz. Yusuf bu nemətlərə bağlı insan deyildi. Lakin Allah-u Teala istəyir bu nüktəni bizə çatdırsın ki, nemətlər davamı yoxdur. Dünyadakı nemətlər bu xatirədir ki, insan öz rızqını, öz qidasını bu nemətlərdən özünün inkişafı üçün alsın. Davamlı deyil, əlindən ala bilər. Misir məsələsində ayə 21-də Allah-u Teala buyurur ki, o kəsi ki Misirdə bunu aldı. Mərhum Əllamə Təbatəbai Əl-Mizan təfsirində buyurur ki, Quranda gözəl incə sənət işlənibdir. Eyni bir kino kimin ki, kinoda görürsən, tədricən bir şəxsiyyət tanınır, bu kimdir? Birdən məlumatı əvvəldə verilmir ki, bu adam bu evdə, məsələn, belənçi bir səviyyəsi var, vəzifəsi var, belənçi qudrəti var. Əvvəl bu ayədəki bu Əziz Misr adı gəlib, yəni unvanı. Təkcə bu unvandakı Yusufu aldı. Yusufu alan. Sonra görürük yavaş-yavaş bir ayrı ayədə gəlib ki, Seyyidəha. Yəni, Seyyid ərəb dilində lüğət mənasında, yəni o işi cəmaat ona müraciət eləyərdi. Cəmaata pənah idi. Ağa mənasındaydı. Pənah olaraq. Məlumdur bu, cəmaatın içində nüfuzu var idi. Sonra yavaş-yavaş gəlir İmra'atul Əziz. Haman bu şəxsin ayrı bir siması, ayrı bir çehrəsi məlum olur. Şəhərin əzizi, Əziz-i Misr. Vəzifəli bir adamdır. Sonra zindan məsələsində məlum olur ki, bunun zindanı var özünün. Bəs qudrəti var, hakimiyyəti var, nüfuzu var. Bu tədricən bunun çehrəsini Quran göstərir və simasını çatdırır insanlara. Birdən tamamı məlumatları demir. Bu bir kinoda da gözəl bir incə sənətdir və bu Hz. Yusuf'un cərəyandakı Quran Allah buyurur, belənci bir təqdimatla vardı. Yaxşı, bu şəxsi ki aldı,
Misirdə özü də yaxşı qiymətlə aldı. Öz həyat yoldaşına ki, sonralar bu həyat yoldaşı istəyirdi xəyanət eləsin Züleyxaya, belənçi bir cümləni dedi ki, əkrəmi məsvah. Sən bu Yusifin məqamını hörmət elə. Əvvəla bu ayə o ayədən sonradır ki, yəni bundan əvvəlki ayə bu dənçidir ki, kanu fihi minəz zahidin. Yusifi uduz qiymətə sattılar quyudan çıxardandan sonra və hətta bunda da pulunda da rəğbətsiz idilər. Yəni bina istəydilər çatdırsınlar ki, Yusif bu qiymətə də layiq deyil. Amma tez Allah-u Teala elə o ayənin davamıdır. Yəni bir ayə bundan əvvəldir. Buyurur ki, əkrimi məsvah. Allah-u Teala istəsin ki, işlər mənim əlimdədir. İstəsin izzət və zillət, neməti alıb almamaq səni çaşdırmasın. Mən müdiriyyətim, Rəbbiliyim aləmdə caridir. Rəbbiliyim aləmdə vardı və ihatəsi var bu aləmə. Ona görə tez belənçi bir mərhələ gəlir ki, əzizimiz həyat yoldaşına deyir ki, bunun nə təkcə özünü hörmət elə, məqamını da hörmət elə. Bizə tapşırıblar yoxsula fəqət kömək eləməyək, yoxsulu ikram deliyək. Bir itam var. İtam yəni taam vermək, xörək vermək, maddi rezqini təmin eləmək. Bir də ikram var. İkram yəni hörmət eləmək. Ali cənablığını, şəxsiyyətini qorumaq. Bu ikram sözündə ki, kəramət ali cənablığı qorumaqdır. Bir budur ki, şəxsin özünü təkcə ikram edəsən. Bir də onun dərəcəsini də, onun vəzifəsini də, onun məqamını da, onun caygahını da, yerini də hörmət edəsən. Burada Əziz Misr yoldaşına deyir ki, bunun məqamını, o yerini də hörmət edə. Məlumdur, Əziz Misr o ilk görüşdən Yusifin o mənəvi şəxsiyyətini, Yusifin batininin bəzi şüalarını dərk eləyirdi. Əcibdir, Yusif qardaşlarının içində məchuldur. Qardaşlarının içində həsədə düşdü və Yusifi tanımadılar. Yusifi nə idi bilmədilər. Amma əzizimiz ilk görüşdə Yusifi bildi. Öz qədərincan, öz təcrübəsincan, öz dərkican Yusif o batini cəhətdən mənəvi şəxsiyyəti baxımından yuxarı idi. Amma birazını əzizimiz dərk eləmişdi. Ona görə o həyat yoldaşına belənci bir dəstur verir ki, əkremi məsvah. Bunun məqamını, yerini hörmət elə. Bunlar Yusifi gətirirlər evlərində, böyüdürlər. Allah necə tez dəyişir. Qul idi, təhqir olundu, şəxsiyyəti cüya zahiri baxımdan ayrı cür oldu. Allah-u Teala tez getdi bunu bir yerə ki, düzdür qul adı ilə aldılar. Amma bunların öz baxışları bu idi. Əsə ən yənfə'na o nəttəxizəhu vələdən. Bizə xeyri olar. Bunda çoxlu ali cənablıq çehrə görsənir. Bizə xeyri olar. Ya özümüzə uşaq götürürük. Hədislərdə var və buradan da bilinir ki, uşaqları yox idilər. Və kəzalikə məkkənna li Yusifə fil ərz. Biz belənci Yusifi yerdə məkan verdik, yerdə ixtiyarlı elədik,
yerdə imkanlı elədik. O ki istəyirdilər unudulsun, beləncə bir vəziyyətə gəldi. Hətta Əziz Misr özünü beləncə bir vəziyyətdə onu uşaq götürmək üçün, uşağı yox idi, bu uşağı olsun deyə niyyəti var idi. Əziz Misr o yerin böyük insanlarından idi. İkinci şəxsiyyəti idi. Çox adamlar razı olardı onun uşağı olsun. Amma bunu seçdilər. Yusif bu dərəcəyə orada çatdı. Zahiri baxımdan da Allah-u Teala istəyir desin ki, aləm mənim tədbirimdədir. Aləm mənim Rəbbimliyimdən xaric deyil. Və linuəlliməhu min təvilil əhadis. Bu məkan verdik buna. Beləncə bir imkanat əlinə qoyduq. Bu o çətinlikdən çıxdı, amma bir ayrı çətinliyə saldıq. Və bundan bir ayrı bir biləsinə nemət də verəcəyik. Bilirsiniz, dünyada nemətlər bir baxımdan nemətdir, bir baxımdan insana imtihandır. O şəraiti ki, Yusif Əziz Misrin evində, Züleyxanın evində var idi, nemət idi. Amma bir baxımdan da imtihan idi. Yusifin nəfs bəhsini imtihan olunurdu. Yusif bir sıra hadisələrlə orada üzbəyiz olurdu. Və bu hadisələr səbəb idi Yusif bir dərəcədə çıxsın yuxarıya. Bu hadisələr səbəb idi biz Yusifə ilmul əhadis, təvilul əhadis örgədək. Yusif gəlir, nəfsini kontrol edir, günahdan özünü saxlayır, bu imkanatın içində paçlığını qoruyur. Allah-u Teala da buyurur ki, biz bunları getdik, bu nemətləri biləsinə fəravan olaraq hazırladıq. Amma bir nemətlərin içində bir yoxlama da oldu. O yoxlamağın nəticəsi nə oldu? O yoxlamağın nəticəsi bu oldu ki, biləsinə əhadisin təvilin, sözlərin, istər yuxu ola, istər qeyri-yuxu ola, bunların axırını, aqibətini, elmini biz verdik Yusifə. Yusif fəqət yuxu yozma elmi deyildi. Quran buyurmur yuxu yozma, təvilul əhadis. Sözlərin, istər bu sözlər yuxu aləmində ola, istər bu sözlər ayıqlıq aləmində ola, sözlərin aqibətini, axirətini və nəhayətini bilməyi təlim verdik. Elmi lədunniyə malik oldu, özü beləncə təvilul əhadis. Vallahu qalibun əla əmrihi. İstədik bir də öz tövhidi məsələmizi başa salaq. Bilsinlər ki, Allah öz iradəsi, Allahın iradəsi qalibdir yer üzünə. Allah-u Teala yer üzündə Rəbbidir. Allah-u Teala yer üzündə qəyyumdur. Allahu qalibun əla əmrihi. Başqalarının göstərişləri, başqalarının planları, başqalarının gördüyü hərəkətləri, addımları məhduddur. Bunlar istəyirlər Yusif unudulsun. Unudulmadı. Bunlar istəyirlər Yusif onların tabeində olsun. Tabeində olmadı. Zindana düşdü, hələ tabe olmadı. Günaha düşmədi. Həvəslərə tabe olmadı. Allahu qalibun əla əmrihi. Və lakin əksərən nas la ya'ləmun. Lakin cəmaatın çoxu beləncə hadisələri zahirdə görürlər. Batin, hadisələrin batinlərini ki, Allahın əlindədir aləmin tədbiri, Allahın əlindədir hadisələrin cərəyanı, xəritəsi, buna diqqətləri yoxdur. Yusifin cərəyanına baxsalar, görərlər ki, Allah nə gözəl şəkildə Yusifi getdi, Əziz Misrin evində izzətli böyütdü. Özdən gözəl şəkildə.
Quranda bir incə nüktə var Hz. Musa cərəyanında. Bilirsiniz, yolda bir uşağı atalar, gedələr, anası yola və ortada qoya çıxıb gedə. Mümkündür bir sürü insanlar ürəkləri yana bu uşağı böyüdələr. Lakin ürəkləri yana böyüdələr. Yazıqlıqları gəlib böyüdələr. Bir də budur ki, insan sevə böyüdə, məhəbbətinlə böyüdə, öz uşağı kimin böyüdə. Quran Firon məsələsində belə deyir. Deyir, biz Fironun qəlbində bu uşağın məhəbbətini saldıq. Çünki Fironun qəlbi də bizim qoşunumuzdur. Firon deyib, ənə Rabbukumul əla, mən sizin böyük Rəbbizəm. Amma Fironun öz qəlbi də bizim qoşundur, bizim əskərimizdir. Fironun qəlbinə Musanın məhəbbətini saldıq. Musanı o sudan, Nil çayından tutanda, nəinki yazıqlıqlar gəlsin, Musanı böyütsünlər, məhəbbət ilə Musanı böyütdülər. Yusifdə də belənci idi. Yusifi aldılar, bunlar həyatlarında nə qədər qul almışlar, nə qədər qulları var idi. Amma Yusifin məsələsi fərqliydi. Və bu cümlədən görünür, əkremi məsva, Yusifin məqamını, yerini, o vəziyyətini, o hüquqi şəxsiyyətini də hörmət elə. Fəqət Yusif olaraq hörmət eləmə. Yusifin o mənəvi dərəcəsi də var, onu da hörmət elə. Şəxsiyyətini də nəzərdə al. Və uşaq götürək özümüzə. Yəni biz Yusifi bir növ düzdük, qoşduq. O evdə məhəbbət ilə yanaşdılar biləsinə və məhəbbət ilə o Yusifi böyütdülər orada. Bu Allahın tədbiri, Allahın rububiyyəti, Allahın idarəçiliyini göstərir. Bəzi insanlar bəzən görsən Allahı görmürlər həyatda. Gözləri biraz açıq olsa görə Allah tamam həyatın tədbirində vardı. Esselamu aleykum və rəhmətullah və bərəkət.